2009-cu il 1-ci qrup variant A. Sual 1. Kütləsi M olan yükü tərpənməz blok vasitəsilə şaquli yuxarı yönəlmiş J/2 təcili ilə qaldıran zaman tətbiq olunan qüvvə hansı ifadə ilə təyin olunur? Cisim yuxarı gedərsə tətbiq olunan qüvvə F bərabər M, J üzərinə gəlinsin A düsturuyla təyin olunur. Bizə isə təcili J/2 veribdir. Ona görə M, J üstə gəlinsin, A-nın yerinə J/2 yazsaq, hesablayan zaman 1,5 mc edəcək. Birinci sualımız B variantı. Sual 2. Şəkildə O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin mərkəzə qaçma təcilləri arasında hansı münasibət doğrudur? İlk öncə baxırıq ki, iç-içə məsələdir. Sabit qalan kəmiyyətləri yazırıq. Omega, N, N, T. İç-içə məsələdə bunlar bir-birinə bərabər olur. Bizdənsə mərkəzə qaçma təcilini istəyir. Ona görə A bərabərdir. Omega kvadrat vurulsun R düsturundan istifadə edərəm. Gördüyümüz kimi omega sabitdir. A R-dən düz asılıdır. 1 ilə 2 bir-birinə bərabərdir. 3-ün isə radiusu daha çoxdur. Radiusu böyük olanda təcil də böyük olur. Ona görə 3 böyükdür, 1 2-yə bərabərdir. İkinci sualımız Y variantı. Sual 3 proqramdan çıxarılıb, sual 4-ə keçirik. İdeal qazın temperaturu 1,44 dəfə artır. Qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? Və orta kvadratik bərabərdir. Kökün altında 3RT bölünsün M düsturundan istifadə edərik. Bunlar sabitlərdir. VT-dən kökün altında düz asılıdır. Deməli, temperatur 1,44 dəfə artırsa V 1,2 dəfə artar. Dördüncü sualımız Y variantı olar. Keçirik 5-ci sualımıza. Dəyişən cərəyan dövrəsində tutum müqaviməti hansı ifadə ilə müəyyən olunur? Tutum müqaviməti XC bərabərdir. 1 bölünsün omega C düsturu ilə təyin olunur. Sual 6. Verilmiş rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodunun kondensatordakı gərginliyin amplitud qiymətindən asılılıq qrafiki hansıdır? İlk öncə gəlin düsturlarımızı yazaq. Rəqs konturunda Thomson düsturunu təkrar məqsədli. T bərabərdir 2pi kökün altında LC. Nü bərabərdir 1 bölünsün 2pi kökün altında LC. Omega sadəcə 1 bölünsün kökün altında LC. Və ümumiyyətlə yadınıza saxlamalısınız ki, T, nü, omega bu düsturlarda QUID-dən deyirik. Yəni QM, UM, IM və T-dən asılı olmur. Yəni T, nü, omega QUID-dən asılı olmur. Ona görə bizim cavabımız 6-cı sualımızda Y variantıdır. 7-ci sualda üfüqlə bucaq altında atılma olduğu üçün qəbuldan çıxarılıb. 8-ci suala gedirik. Maye ilə dolu qabı tərsinə çevirdikdə mayenin qabın dibinə göstərdiyi P təzyiqi və F təzyiq qüvvəsi necə dəyişər? Mayelərdə təzyiqin düsturunu yazsaq, P bərabərdir, Rho J H düsturuyla təyin olunur. Və gördüyümüz kimi mayelərdə P S-dən asılı deyil. Mayelərdə P yalnız Rho J H-dan asılıdır. Məsələn, bunun içərisində su var. Hara fırlayırsa fırlayaq qabı, Rho dəyişmir, suyun sıxlığı mindir, J dəyişmir. Və fırladığımız zaman qabın hündürlüyü də dəyişmir. Ona görə Rho J H dəyişmədiyinə görə təzyiq dəyişməz. Lakin F bərabərdir PS düsturundan təzyiq dəyişmir, FS-dən düz asılıdır. Əvvəlcə sahəsi daha çox idi. Qabı tərsinə fırlasaq, onda qab bu şəkildə olacaqdır. Məsələn, bu şəkildə olacaqdır. Sahəsi azalacaq. Və sahə azalırsa, təzyiq qüvvəsi də azalar. Yəni 8-ci sualımız Y variantı. Keçirik 9-cu sualımıza. Naqilin müqavimətinin vahidi hansıdır? Müqavimət R hərfindən yazılır, vahidi isə 1 ohmdur. 9 Y variantı. 10. Hansı mühit daxilində nöqtəvi Q1 və Q2 yüklərinin eyni R məsafəsində qarşılıqlı təsir qüvvəsinin modulu ən böyükdür? Kulon qüvvəsinin düsturunu yazsaq, nöqtəvi yük üçün F bərabərdir K, Q1, Q2 bölünsün epsilon R-in kvadratı. Və gördüyümüz kimi qüvvənin ən böyüyünü soruşur. Qüvvənin böyük olması üçün dielektrik nüfuzluğu kiçik olmalıdır. Çünki F epsilonla tərs asılıdır. Dielektrik nüfuzluğunda ən kiçik qiyməti 2-dir, yəni parafindir. 10-cu sualımız Y variantı. 11.
Hansı qrafik yalnız sabit sürtünmə qüvvəsi təsir edən cismin sürətinin modulunun zamananasıllıq qrafikinə uyğundur? Sürtünmə qüvvəsindən söhbət gedirsə, cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, bu zaman cisim yavaşlayan hərəkət icra edir. Ona görə 11-də cavabımız A variantıdır. Davam edirik 12-ci sualımızla. Eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmaları arasında hansı münasibət doğrudur? Demək, 1 sigma F böl S-dir, 1 sigma ise Y epsilondur. İkisini bir-birinə bərabərləşdirsək, F bölünsün S bərabərdir Y epsilon. Epsilonun da yerinə delta L böl L0 qoyuruq. Əlavə məlumat kimi deyirəm, epsilon delta L bölünsün L0'dır və epsilon L0'dan asılı deyil. Yadınızda saxlayın, düşə bilər belə bir sual. Burada isə sadəcə F böl S bərabər Y epsilonda epsilonun yerinə delta L böl L0 qoyduq. Və burada delta L gördüyümüz kimi S-dən tərs asılıdır. Ona görə də delta L1 bölünsün delta L2 bərabər S2 böl S1 vur. Bir də burada L0'lar var. Delta L L0'dan düz asıldı. L01 bölünsün L02. Delta L1 bölünsün delta L2 bərabərdir. S2'ye 2S yazırıq, S1'e S, L01'imiz L0'dır, L02'miz də 2L0'dır. O da ixtisar aparsaq hamısını gedir, delta L1 bərabərdir, delta L2 qalır. Yəni ki 12-ci sualımızın cavabı B variantı olur. Keçirik 13-cü sualımıza. Cihazlardan hansı temperaturu ölçmək üçün istifadə edilir? Termistor uzaq məsafədən temperaturu ölçmək üçün istifadə edilir. Sual 14. Verilmiş kütləli bir atomlu ideal qazın həcminin temperaturdan asılılıq qrafiki verilmişdir. Biz görürük ki, burada bizə temperaturu sabit veribdir. Temperatur molekulların irəliləmə hərəkətinin orta kinetik enerji ölçüsüdür. Yəni, əgər temperatur dəyişmirsə, kinetik enerji dəyişə bilməz. Ona görə B ilə S arasında qalırıq və həcm artır. PV bərabərdir M bölünsün M RT. Sabitlərin üzərindən xətt çəkirəm. Verilmiş kütləli M də sabitdir. Gördüyümüz kimi temperatur da sabitdir. P ilə V qarşı-qarşıya tərs asıldı. Burada əgər həcm artırsa, onda təzyiq azalmalıdır. Ona görə 14-cü sualımızda doğru cavab C-dir. 15-ci suala keçirik. Sükunətdə olan yüklü kürəyə, uşaqlar, sükunətdə olarsa qüvvələrin nisbəti 1-ə bərabərdir. Davam edirik 16-cı sualımızla. Çevrilməmiş radioaktiv nüvələrin sayının zamananasıllıq qrafiki verilmişdir. Baxın, bizə N-i 4/1 N0 veribdir, yazırıq. N bərabər 4/1 N0. Zamanı 12 veribdir, periodu isə istəyir. Düsturumuzu yazsaq, çevrilməmişin düsturu N bərabər N0, 2 üstü mənfi T bölünsün T. N-in yerinə yazırıq 4/1 N0 bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün T düsturundan istifadə edərik. N0'lar gedir, 4/1'i yazarıq, 2 üstü mənfi 2 bərabər 2 üstü mənfi, T'də 12'dir, 12 bölünsün T. İxtisarlarımızı aparsaq 2 bərabərdir, 12 bölünsün T, T eləyəcəkdir 6 saat. Doğru cavabımız 16-cı sualda A variantı. 17. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin 4/1 T müddətində impulsun dəyişməsi. Çevrə üzrə hərəkətdə uşaqlar, məsələn, bura T bərabər T anıdır, burada T bərabər 4/1 T yazırıq. Cisim buradan bura gəlir, yer dəyişmə və yaxud da impuls vektorial olduğu üçün başlanğıc və son nöqtələri birləşdirir. Ona görə biz gətirib buradan bura gəldiyini birləşdirsək, görürük ki 90 dərəcədir. Pifagora görə 4/1-də impulsun dəyişməsi kökün altındakı P-dir. P-nin də yerinə QBR yazsaq, kökün altındakı QBR 17 C variantı olacaq. 18. 2 müstəvi hava kondensatörü mənbəyə ardıcıl qoşulmuşdur. Lövhələrin sahələri S1 bərabərdir 3S2. Aralarındakı məsafə isə D2 bərabər 2D1 olarsa, kondensatorların köynəkləri arasındakı gərginlikləri müqayisə edin.
Burada 2C-nin bərabərliyini yazarıq. 1C Q bölünsün U'dur. 1C isə epsilon 0 epsilon S bölünsün D'dir. X-nin bərabərliyini yazsaq, Q bölünsün U bərabər epsilon 0 epsilon S bölünsün D yazarıq. Buradansa U'nun görürük ki, S-lə asılılığı tərsdir. U1 bölünsün U2 bərabərdir. S2 bölünsün S1 vurulsun. Lakin U D'dən düz asılıdır. D1 bölünsün D2. Verilənləri yerinə yazsaq, U1 böl U2 bərabər. S2-ni saxlayarıq. S1-in 3S2 olduğunu görürük. Yazırıq 3S2. D1-i saxlayırıq. D2-ni də yerinə qoyuruq. 2D1. İxtisarlarımızı aparsaq 1 bölünsün 6. Demək, U1 bölünsün U2, 1 bölünsün 6-dır. Çalçarpaz vursaq U2 bərabər olur 6 dənə U1-ə. Yəni, doğru cavabımız B variantı olur. 19. İnduksiyası B olan bir cins maqnit sahəsində L uzunluqlu cərəyanlı naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Naqilə təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir? Bilirik ki, amper qüvvəsi solal qaydasından tapılır. Sol əlimizə tuturuq ki, 4 barmağımız cərəyanla eyni istiqamətdə olur. Əlimizin içini açıq vəziyyətdə saxlayırıq. Bu zaman baş barmağımız isə yuxarıya doğru gedir. Bu isə əlin içidir. Deməli, gördük ki, burada amper qüvvəsi yuxarı getdi. Ağırlıq qüvvəsi isə hara gedəcək? Aşağıya doğru gedəcək. Bunlar əks istiqamətdə oldular. Və bizə deyir ki, naqilə təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir? Burada isə vurğulayıbdır ki, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Onda F əvəzləyici bərabər. Bunlar əks olduqlarına görə bir-birindən çıxırıq. Bir-birinə bərabərdirsə, məsələn, mc də 5-dir, amper də 5-dir. Onda çıxanda nə qalacaq? 0. Ona görə 19-cu sualımızın cavabı S variantı. 20. Birinci rəqqas n sayda rəqs etdiyi zaman müddətində ikinci rəqqas neçə rəqs edər? T bərabərdir 2pi riyazi rəqqasın, daha doğrusu yaylı rəqqasın düsturunu yazırıq. 2pi kökün altında n bölünsün k. Periyodun yerinə qoyarıq. T bölünsün n bərabər 2pi kökün altında m bölünsün k. Bu düstura əsasən n, m-lə kökün altında tərs asılıdır. Ona görə də n1 bölünsün n2 kökün altında m2 bölünsün n1-ə bərabərdir. Biz də burada verilənləri yazsaq, birinci rəqqası özü n veribdir. Birinci rəqqasa n yazıram, ikinci rəqqası saxlayıram kökün altında. M2-yə 4m yazıram, n1-ə də m. İxtisar aparanda n2-ni tapanda n2 bərabər olacaq, n bölünsün 2-yə. Yəni ki, 20-ci sualımız B variantı alınacaq. Keçirik 21-ci sualımıza. İnduktivlik L 4-dür. Sonra bizə veribdir enerjini 20 megajoule, daha doğrusu millijoule, dubli bərabər 20 vurulsun 10 üstü mənfi 3 joule yazarıq. Cəryan şiddətini hesablayın. I sual. Demək, dubli bərabərdir L-i kvadrat bölünsün 2. İ'ni tapsaq kökün altında L məxrəcə 2 dubli çıxır sürətə. 2 vurulsun 20 10 üstü mənfi 3 bölünsün 4. Hesabladığımız zaman 0,1 amper çıxar. Keçirik 22-ci sualımıza. Düzxətli bərabər sürətliyə aiddir. Sürətin proyeksiyasını soruşur. X0'ımız gördüyümüz kimi 4, X16, T isə 4'dür. Və X bərabərdir, X çıxılsın X0 bölünsün T. Yəni 16 çıxılsın 4 bölünsün 4. 12 bölünsün 4 bərabərdir 3. 22-ci sual B variantı olacaq. 23. Baş optik oxa paralel olaraq linza üzərinə düşən işıq şüası linzadan keçəndən sonra müstəvi güzgü üzərinə düşür. Güzgüdən qayıdan şüanın istiqaməti hansı rəqəmlə işarə olunmuşdur? Şəklə əsasən görürük ki, linzadan keçən şüa, biri linza, biri güzgü olduğu üçün müəyyən bucaqla qayıdacaq, sınmaya məruz qalacaq. Lakin fokusdan keçib sonra sınmaya məruz qalacaq. Ona görə cavabımız 4 olacaqdır 23-də. 24-cü sual. Bilməliyik ki, EHQ-nın T-dən asılılığı bizə fiqur verir, fiqurun sahəsi isə fini verir.
Ona görə də fini gəlin əl yazma ilə deyil də bu şəkildə yazaq, fini verəcək. Trapesiya olduğuna görə fi bərabərdir. A üstə gəlinsin B, bölünsün 2 vurulsun H. A-sı 8, B-si 5-dən 8-ə 3, böl 2 vur 4. Bu eləyəcək 22. Fi 22 bizə eli 1 veribdir. El 1 deyir cərəyan şiddəti i-ni tap. Demək fi nəyə bərabərdir? L, i. I-ni tapdığımız zaman fi-ni elə bölərik. Yəni 22 bölünsün 1 bərabərdir 22-yə. Doğru cavabımız 24-də D variantı olacaqdır. 25. Hansı şüalanma kvantının enerjisi ən böyükdür? Qeyd götürürsünüz burada. Radio dalğa, infraqırmızı, gözlə görünən ultrabənövşəyi, rentgen, qamma. Ardıcıllıq budur. Və burada gözlə görünən özü də 7 rəngə parçalanırdı. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi olmaqla rənglərə parçalanır. Və burada yuxarıdakı rənglərin dalğa uzunluğu və sürəti maksimum, aşağıdakıların tezliyi, sındırma əmsalı və enerjisi maksimum olur. Bizə deyir ki, hansı kvantın enerjisi ən böyükdür? Gördüyümüz kimi enerji aşağıda maksimumdur. Ona görə də cavabımız olacaq qamma şüaları. C variantı 25-ci sualımız.